السلام عليكم ورحمة الله وبركاته. بسم الله الرحمن الرحيم. الحمد لله رب العالمين، والصلاة والسلام على أشرف الأنبياء والمرسلين نبينا محمد وعلى آله وأصحابه أجمعين. رب اشرح لي صدري ويسر لي أمري واحلل عقدة من لساني يفقه قولي. اللهم علمنا ما ينفعنا وانفعنا بما علمتنا وزدنا علما وأصلح لنا شأننا كله ولا تكلنا إلى أنفسنا طرفة عين. Aziz, kıymetli kardeşler, hürmetli beyler, aksakallar, değerli cemaat. Alemlerin Rabbi olan Allah'a sonsuz hamdü senalar olsun. Onun sonuncu peygamberi Muhammed sallallahu aleyhi ve selleme, onun ailesine, sahabelerine, ehli beytine ve kıyamet gününe dek onlara güzel şekilde tabi olanlara Allah'ın salavatı, salamı, hayır duası, bereketi olsun. Hamdolsun uca Allah'a. Allah Teala bizleri bu cür güzel, hayırlı mecliste iştirak edip faydalanmaya müvaffak etti. Hakikaten de uca Allah'ın dini əzəmətli tutulan, Allah'ın ayələri, Resul sallallahu aleyhi ve sellemin hadisleri, sahabelerin, tabiunların, hayırlı sələf imamlarının əqidəsi üzere, yolu üzere, fəhmi üzere olan her bir söz, əməl, məclis hayırlıdır. Allah'ın orada bereketi boldur. Uca Allah ora rəhmətin, sükunetin, eminamanlığın nazil edip indirir. Mələklər gelip iştirak edip kanadları ile düz semaya kadar əhatiyyə alırlar. Allah Teala həmin məclisdə oturup iştirak edenleri bağışlayıp əfv edir. Onlar ile sema əhlinin yanında övünüp fəxr edir. Allah Teala bu cür xeyir, fayda, Kur'an, sünnet, sahabelerin yolu üzere olan meclislerde iştirak edip Allah'ı hatırlayan şəxslər ile onların adların atalarının adları ile beraber çekir. Kim bu meclislere gelirse Allah Teala ona cennete giden yolları asanlaştırır. Mələklər qanadların razılıq əlaməti olarak xeyir meclislerine gelen şəxslərin ayağının altına sərirlər. Ələl-xüsus toy məclisi, möhtərəm cemaat. Məclislər arasında en əzəmətli, en üstün, icabət edib getməsi vacib olan məclistir. Burada hem kardeşlerin birbiriyle görüşüp hal ehval tutması var. Burada hem Allah'ın zikr olunup onun dininin öğrenilip hatırlanması var. Burada halal yemek, halal içmek, halal danışmak, icazeli halal hareketler etmek var. Hem de burada insanın imanı artır. İslam'ı güçlenir. Hem Allah'ın dinine karşı hem de Allah'ın dininde olan şəxslərə karşı məhəbbət, sevgi artır. Kıymetli cemaat, Allah Teala'ya həmd olsun ki bizler Müslüman ailelerde, Müslüman kəndlərdə, qəsəbələrdə, şəhərlərdə ve Müslüman ölkədə dünyaya gelmişik. Əminamanlıq diyarı olan, rahatlıq, İslam memleketi olan Azerbaycan devletimiz. Hakikaten de bizim tarihimiz, bizim medeniyetimiz, bizim irsimiz, bizim İslam dinini kabul etmemiz çok qədim tarihlere qayıdır. Allah Resulü sallallahu aleyhi ve sellemin sahabeleri tarafından onların mübarek gelişiyle bu torpaqlara İslam gelip Abdullah İbni Ömer kimi, Hüzeyfe İbnül Yemen kimi ve daha çoxlu sahabeler bizim hal-hazırda yaşadığımız bu torpaqlara, bu məmləkətlərə gələrək
saf, xalis Allah'ın kitabı Resul sallallahu aleyhi ve sellemin sünnesi olan heç bir bid'ət, haram, şübhə katılmayan dini bu torpaqlara gətiriblər. Alimlər söyləyirlər ki, Ərəblərdən sonra İslam dinini qəbul etmiş ikinci xalq Azərbaycanlılardır. Azərbaycan cəmaətidir. Səhabələrin əli ilə bu torpaqlara İslam gəlmişdir. Bu torpaqlarda səhabələr İmam Buxari və başqa hədis alimlərinin rəvayət etdiyi hədislərə əsasən 6 ay namazların birləşdirib qısaldaraq qırmışlar. Düz 6 ay namazları birləşdirib qısaldaraq qılmışlar. Bu da bizim üçün böyük bir şərəfdir. Alimlər danışırlar ki, səhabələr ən birinci qarı Azərbaycanda görüblər. Yağan qar, o mübarək səmadan gələn suyun bərkimiş halı. Hey istəyiblər ki, qayıtsınlar, qara görə, soyuqlara görə qayıda bilməyiblər. 6 ay burada qalıblar. Həmçinin Qur'anın qirayət üzərə cəm olunub toplanma hadisəsi burada baş vermiştir. Bir neçə İslam ölkələrində Qur'anı oxumaq arasında ixtilaf düşür. Hansı ləhcədə, hansı qirayətdə, həmin yerlərdən də biri bura olur. Həzrət Osman, Allah ondan razı olsun, əmr edir ki, Qur'an Qureyş ləhcəsinə görə cəm olunub toplansın. İmam Buxarinin, İmam Müslimin, başqa hədis alimlərinin kitablarında yer alan Azərbaycan. Bugün sizlər ilə bu vətənimizdə yetişmiş böyük İslam alimlərinin sadəcə bir neçəsi haqqında danışmaq istəyirəm. Həqiqətən də bu torpaqlarda istər Qur'an üzrə, istər Qur'anın izahı, təfsir üzrə, istərsə də hədis, fiqh üzrə böyük alimlər yetişmişdir. Qur'an-ı Kərimin Azərbaycan dilimizə ilk dəfə tərcümə olunması 1854-cü ilə təsadüf edir. Muhammed Həsən Mövlazadə Əşşəkəvi, Şəkidə dünyaya gəlmiş Muhammed Həsən Mövlazadə Qur'an-ı Kərimi Azərbaycan dilimizə tərcümə etmişdir. Təkcə Qur'an-ı Kərimi tərcümə etməmiş, həmçinin Qur'an-ı Kərimdəki kəlmələrin izahlı lüğətini hazırlamışdır. Allah Teala ona rəhmət etsin. Sonra digər alimlər Qur'anı, Allahın kəlamın bizim dilimizə tərcümə etmiş. Şükürlər olsun o Allaha ki, ən mötəbər, ən etibarlı, güvənli tərcümələrdən biri də Allaha həmd olsun ki, bizim Azərbaycan dilimizə tərcümə olunan Qur'an-ı Kərimlərdir. Bu diyarda yetişmiş böyük İslam alimləri, qiymətli cəmaat, günlərin bir günü Allah Resulü sallallahu aleyhi və səlləm səhabələri ilə əyləşən zaman belə bir hədis söyləyir. Buyurur ki, لَوْ كَانَ الدِّينُ عِنْدَ السُّرَايَا لَذَهَبَ بِهِ رَجُلٌ مِنْ أَبْنَاءِ الْفَارِسِ حَتَّى يَتَنَاوَلُهُ. Əgər iman, elm, İslam Süreyya ulduzlarında olsaydı, Süreyya ulduzları yerə ən uzaq olan ulduzlardır. Bu Fars oğullarından mütləq gedib o imanı, o elmi alardılar. Onun arxasıyla gedərdilər. Bu hədisin şərhində alimlər söyləyirlər ki, Rasul sallallahu aleyhi və səlləm bunu deyəndə əlin qoyur Salman Farisinin üzərinə. Salman radiyallahu anhunun üzərinə bu hədisi söyləyir. Bu hədisdə Fars övladları dedikdə təkcə, yəni milliyyət cəhətdən Farslar nəzərə tutulmur. Alimlər deyirlər ki, yəni ərəblərdən qeyri-millətlər, əcəmlər. Əgər iman, elm orada olmuş olsaydı, onun arxasıyla gedərdilər. Həqiqətən də bu kəlam haqdır. Baxdıqda İslam tarixinə görürük ki, əksər alimlər
Hətta çoxsu qeyri-ərəblərdəndir. İmam Buxari Özbəkistan, İmam Muslim Nişapur, İmam Əbu Davud Cənubi Azərbaycan Sicistan, İmam Tirmizi Xorasan, İmam Əbu Davud o da Sicistan, İmam İbn-i Məcə Xəzər dənizinin yanında yerləşən Qazvin kəndindən. Eləcə də ərəb dilində böyük kitabların müəllifi sayılan İmam Sibavay, ərəb dilinin atası hesab olunur. Ərəb deyildi, əcəmlərdən idi. İbnül Munzir, Feyruzabadi, hamısı ərəblərdən olmayan, əcəmlərdən olan cəmaat idi. Allah Teala onların əli ilə bu cür İslam'a faydalı, xeyirli elmlər, kitablar gətirdi. Və Peyğəmbər sallallahu aleyhi və səlləmin bu hədisi əslində müjdə idi, xəbərdarlıq idi. İlk öncə sizə danışacağım şəxs məşhur kitabların müəllifi Qazi İmam Nasuruddin Abdullah İbn Ömər Əş-Şirazi haqqındadır. Şiraz əyalətində dünyaya gəlmiş və Təbrizdə vəfat etmişdir. Böyük kitabların müəllifi olmuşdur. Qur'anın təfsirin yazan özü də Şafi məzhəbində. Muhammed İbn İdris Əş-Şafinin, Allah ona rəhmət etsin, məzhəbində olmuşdur. Bu ilk öyrənəcəyimiz alim idi. İmam Alləmə Nasuruddin Abdullah İbn Ömər Əş-Şirazi. Sonra Bəşir İbn Hamid İbn Süleyman Əbu Nu'man Necmuddin Əz-Zeynəbi. Məhz bu şəxsdə Təbrizdə dünyaya gəlmiş, Şafi məzhəbində olmuş böyük təfsir alimlərindən sayılır. Bu torpaqlarda yetişmiş böyük alimlər. Ondan sonra Əhməd İbn Harun İbn Ravaha, Əbu Bəkir Əl-Bərdəci. Əsli Azərbaycandan olan səhabələrin, tabiunların haqqında kitablar yazan, İslam tarixində dəyərli əsərlərin müəllifi olan, onun haqqında İmam Daraqutni, Allah ona rəhmət etsin, deyir ki, güvənilir, etibarlı insan idi. Güvənilir, etibarlı insan idi. Hakim Müstədrək əsərinin müəllifi danışır ki, şeyxlərimiz ondan elm öyrəniblər. İmam Zəhəbi məşhur Əs-Siyaru Əl-Ə'lamun Nubələ kitabının müəllifi deyir ki, İmam Hafiz hüccət idi. Dəyərli qardaşlarım, bir növbəti alim Yusuf İbn İbrahim Əl-Ərdəbili. Bu da Şafi məzhəbində olmuşdur. Və hicrətin 779-cu, təxminən 8-ci əsrlərində yaşamışdır. Məşhur təfsir kitabının, eləcə də Şafi fiqhi sahəsində görkəmli əsərlərin müəllifi olmuşdur. Bundan savayı Əhməd İbn Həsən Əbu Səid Əl-Bərdə'i Azərbaycanın qədim şəhərlərindən olan Bərdə şəhərində dünyaya gəlmişdir. Məzhəbi Hənəfi məzhəbi olmuş, bu məzhəbin şeyxlərindən sayılır. Eləcə də İmam Şafinin, İmam Əbu Hanifənin arasında ixtilaf olan məsələləri Məsailül Xilaf adlı əsərində cəm edib toplamışdır. Növbəti alim Əbul Fadıl Əl-Beyləqani. Beyləqanda dünyaya gəlmiş Əbu Fadıl Qasım İbn Hibətullah. Şafi fəqihlərindən, alimlərindən hesab olunur. Azərbaycanın indiki Beyləqan şəhəri ərazisindəndir. Dəyərli cəmaat, Əbul Abbas Əhməd Əl-Xoyi, Xoy şəhərindən, Cənubi Azərbaycan, məşhur Şafi fəqihlərindən hesab olunur. Böyük təfsir alimlərindən, hədis alimlərindən hesab olunur. Hamısı da Hicri 7-ci əsr, 8-ci əsr və 9-cu əsrdə yaşamışdır. Bir digər
öğreneceğimiz alim Eşşirazi Eşşirvani'dir. Hanefi mezhebinin alimlerinden olmuş, Azerbaycan'ın şimalı Derbent taraflarda dünyaya gelmiştir. Hicretin 6. əsrində yaşamıştır. Hanefi mezhebinin alimlerinden sayılır. Değerli cemaat, Muhammed Afifuddin Et-Tebrizi Eşşafi, Muhammed Afifuddin Təbrizli olmuş, Azerbaycan'ın en tarihi şehirlerinden biri olan ve Şafi mezhebinden olmuştur. Meşhur 40 hadis kitabının şerhini yazmıştır. Elbette bu alimlerin hele adını bilmek ve hansı əsrdə yaşadığını bilmek ve haradan olmasını bilmek bizlere kifayettir. Allah Teala onlara rahmet etsin. Ona göre de her birimiz sevilmeli, fəxr eləməli, özümüzü xoşbəxt saymalıyıq ki, bu cür gözəl elmlə, əməllə tarixi bir məmləkətdə, Azərbaycanda dünyaya gəlmişik. Bu alimlərin tacı isə indi haqqında danışacağım Abdullah İbn-i Məcə Əl-Qazvini, Qəzvin, Xəzər dənizinin sahilində, Qəzvin şəhərində dünyaya gəlmiş Muhammed İbn-i Məcə məşhur 6 hədis alimlərindən biridir. Sunən İbn-i Məcə kitabının müəllifidir. Allah həmd olsun ki, bu kitab bizim Azərbaycan dilimizə də tərcümə olunub. Ona görə də qiymətli cemaat, bu alimlərin adlarını gözəl bilməli, daima İslamın bizə gəlib çatmağında böyük əməkləri olan bu şeyxlərə rəhmət oxumalı, bu cür gözəl, tarixi, əminamanlıqlı bir vətəndə dünyaya gəlməyimizə görə Allaha həmd-i səna etməli, ona xeyirlər, dualar, şükürlər içərisində olmalıyıq. Əlbəttə ki, bugün bu dəvətin, bu dinin, bu əminamanlığın bizlərə bəxş olunmasında əmir sahibimizin gözəl tövsiyələri var. Dövlət başçımızın, rəhbərimizin icazəsi var. Yaxın tarixlərdə onun ta qədimdən gələn İslam dini haqqında sözlərin, nəsihətlərini eşitdik. Mən müsəlmanam, müsəlman olmağımla fəxr edirəm, əzəmətli sözlərini eşitdik. Ağdam məscidinin, Şuşa məscidinin açılışında söylədi ki, Məkkə ziyarətində mən Kəbənin içərisində Allaha dua edib, Allah'tan istemiştim ki Allah'ım Qarabağımız geri qayıtsın, orada gedək, məsciddən tikək, namazlar qılaq, oradan hədiyyə olaraq gətirdiyi Qur'anı Ağdam məscidinə, Şuşa məscidinə və digər məscidlərə hədiyyə etməsi. Hamısı bunun İslamın yayılmasına, xeyrin, faydanın çoxalmasına böyük nəsihət, böyük tövsiyədir. Allah Teala ondan razı olsun. Allah Teala ölkəmizi qoruyub əminamanlıq diyarı etsin. Daima bax bu cür Allah'ın dinin yaşamağı, Kur'an, sünnet, sahabelerin yolunda olmağı uca Allah bize müvəffəq etsin. Allah Teala kardeşimizi, bacımızı xoşbəxt eləsin. Dünyada ve ahirette xeyir içerisinde olsunlar. Valideynlerin gözü aydın olsun. Allah Teala bizim bu cemaatimize bereket versin. Halkımıza hidayet versin. İslam'ı, imanı, elimle yaşamağı, təqva ile yaşamağı bize ve onlara müvəffəq etsin. En doğrusun, en güzelin Allah bilir. Subhaneke Allahümme ve bihamdik. Eşhedü en la ilahe illa ent. Estağfiruka ve etubu ileyk.